Biri deyir ki, həyatın sıxlığı içində birdən-birə özünü 40 yaşında görür. Sonra 45, sonra da 50-yə yaxınlaşdı. Bu rəqəmlər haqqında əvvəllər heç düşünməmişdim. 60 yaşına çatmamış qorxu hissi məni bürüdü. Gördüm ki, satıcılar mənə həmin dayı deyərək müraciət edir. Uşaqlar isə, ədəbli uşaqlar mənə avtobusda yer verirlər. Bunlar mənim üçün ağır və sarsıdıcı anlar idi. Lakin sonra oxuduğum məqalələri və insanların ən xeyirlisi olan Muhammed sallallahu aleyhi və səlləmin həyatını xatırladım. Ona vəhiy 40 yaşında nazil olmağa başladı. 50 yaşlarında ikən kafirlərlə döyüşür və ömrünün sonuna qədər bu mübarizədə davam etdi. Xədicə radiyallahu anhədə 40 yaşında gücünün və fəaliyyətinin zirvəsində idi. O bu dövrdə övladlarını dünyaya gətirmişdi. Beləliklə başa düşdüm ki, yaş sadəcə günlərin sayğacıdır. Həqiqi yaş isə qəlbinin gənc, ruhunun gözəl qalmasıdır. Razılıq və xoşbəxtlik hissi sənin öz əlindədir. Buna görə də bu yaşlara çatan insan yeni bir gənclik mərhələsinin başlanğıcındadır. Qur'an-ı Kərimi əzbərləməyə başlayın. Çünki bu dövrdə insan gəncliyinin və qabiliyyətlərinin ən gözəl dövrünü yaşayır. Namazların sünnələrini, fərz namazların sünnələrini qoruyun. Hər ay 3 gün oruç tutun. Gecənin bir vaxtında Rəbbinizlə tək qalacağınız bir vaxt ayırın. Xeyir yollarında öz iziniz olsun ki, adınız qalsın və xatirəniz yaşansın. Yəni, insan yaxşı əməllər etsin ki, özündən sonra izi qalsın, yəni gözəl xatirəsi qalsın. Çünki insanın gözəl xatirəsi onun ikinci həyatı sayılır. Həyatında peşman olmağa və kədərlənməyə dəyən yeganə şey Allahın haqqını yerinə yetirməkdə göstərilən nöqsandır, yəni müqəssirlikdir. Bir gündə olsa həyatda qaldığına sevin. Çünki həmin gün savablar qazanar, namazlar qıla bilərsən, sədəqələr verə bilərsən. Sən qazanan tərəfsən. Buna görə hər dəqiqəni dəyərləndir, çünki o bir daha geri qayıtmayacaq. Təğabun günü, yəni qiyamət günü, axirətdə ən çox peşman olacaq.